İmam İbn Qayyim rahimehullah Mədəricü's Salikin kitabında namazı ilk vaxtında başlamağın daha fəzilətli olmağı haqqında heyrətamiz bir dəlil gətirib. İbn Qayyim rahimehullah Allah Taala'nın Musa aleyhissalama buyurduğu "Və aciltu ileyka rabbi litarda" "Sən razı qalasan deyə ey Rəbbim sənin huzuruna tələsdim" ayəsini qeyd edərək demişdir ki, ayənin zahiri mənası budur ki, Musanı tələsməyə vadar edən amil Rəbbinin razılığını qazanmaq istəyidir. Allahın razılığı da onun əmrlərinə tərəf tələsməkdə və onları dərhal yerinə yetirməkdədir. Məhz buna görə də sələflər bu ayəni namazı ilk vaxtında qılmağın daha fəzilətli olmasına dəlil gətirmişdilər. İbn Qayyim rahimehullah deyir ki, Şeyxülislam İbn Teymiyyənin belə dediyini eşitdim. Həqiqətən Rəbbin razılığı onun əmrlərini dərhal yerinə yetirməyə tələsməkdədir.